Salam aleykum. Deməli biz bura yazırıq. Bunun protonunu A, bunun protonunu A plus 1, bunun protonunu A plus 2 və kiçik dövrlərdə qrup daxilində bir-birlərindən 8 vahid fərq olur. Aşağıdakı yuxarıdakından 8 vahid çox olur. Əgər C A plus 2-dirsə, yuxarıdakı X deməli bundan 8 vahid az olacaq A minus 6. Eyni zamanda burada yazıb ki, fərdin kəsdiyi hissədə C elementinlə sənanın kəsdiyi hissədə Z elementi eyni elementdir. Əgər bir C'yə A plus 2 yazmışıq, onda buna da A plus 2 yazacaq. Onda bu olacaqdır. A plus 3 bu olacaqdır. A plus 4. Y-də 8 vahid əski A minus 5 olacaqdır. İndi burada yazıb ki, B, Y və T'nin protonlarının cəmi 36'dır. B A plus 1'dir. Y bizdə A minus 5'dir. T A plus 4'dür. Bərabərdir 36'ya. Buradan 3A bərabərdir. 35, 40, 36. A buradan 12'ye bərabərdir. Yazıram A buradan 12'ye bərabərdir. Biz A'nı 12 tapdıq. İndi yerinə yazaq. Deməli A'nın protonu 12'dir. Sonra B'nin protonu 13'dür. C'nin protonu 14'dür. X'in protonu 6'dır. Sonra Z'in protonu 14'dür. M'in protonu 15'dir. T'nin protonu 16'dır. Y'in də protonu 7'dir. İndi biz sualımıza cavab verək. Bizə deyir ki, X, Y, Z elementlərin atom radiusu. Deməli, X 6'dır, 2, 4. Y 7'dir, 2, 5. Z də 14'dür, 2, 8, 4. Hansının dövrü böyüksə, təbəqətdə çox son radiusu böyükdür. Yazıram deməli, radius. Z böyükdür, amma dövrlərin sayı eyni olanda qrupu kiçik olanın radiusu böyükdür. X böyükdür, Y dövrlərin sayı eyni olanda qrupu deməli kiçik olanın radiusu böyükdür. Sonra elektronmənfilik gəlir burada. Elektronmənfilik qrupu böyük olanın elektronmənfili böyükdür. Y'in qrupu 5 damsından böyükdür. X-lə Z-in qrupu eynidir. Eyni olanda yenə də dövrü kiçik olanın elektronmənfili böyükdür. X-in dövrü kiçikdir. 2 dənə dövr var, Z-in 3 dənə. Ona görə X də böyükdür. Deməli Z-dən, yəni biz 28-ci sualı müəyyənlədik. Z böyükdür. X böyükdür, Y radiusdur. Elektronmənfili Y böyükdür, X böyükdür, Z olacaqdır. Sonra 29'da M və B. Deməli birinci M-ə baxırıq. M burada 15'dir. Bu 2, 8, 5'dir. Xarici təbəqədə, axırıncı təbəqədə 3-dən yuxarı rəqəmsə artıq qeyri-metaldır. Amma qeyri-metal da olsa, metal da olsa, orada deməli baş oksid əsasən ən çox, yəni qrupun nömrəsini yazıram. Onda bu olacaq M2 deməli O5 olacaqdır. Eyni zamanda hidrogeni birləşməsinə gələndə isə 8-dən qeyri-metal üçün axırıncı xəttəki rəqəmi çıxırıq. Hidrogen də 1 olacaq. Deməli MH3. Eyni zamanda B üçün baxırıq. B burada 13'dür. 2, 8, 3. Axırıncı xəttdə 3 artıq bu metaldır. Metalda da yenə qrupun nömrəsini yazıram. Oksigen də 2'dir olacaq. B2O3. Yəni bu bor anlamına gəlmir. Bu alüminiumdur. Sadəcə işarə B-dir burada. Hidrogenin birləşməsi metalda deməli görülən rəqəmdir. Hidrogen də belə. Bu da BH3 olacaqdır. Yəni alüminium H3. Yəni bu da müəyyən olundu. Daha sonra burada artıq biz bunları müəyyən edəndən sonra 30-cu sualda deyir ki, A ilə T-ni reaksiya yapar. A burada protonu 12 olan bu magneziumdur. T burada demək kükürtdür 16 olan magnezium S eyni kütləli M qram 24 32. Bu zaman M'i 24'e bölərəm. M'i 32'ye hansı kiçiksə o artıq qalacaq. M bölü 24 kiçik olduğuna görə 64 qram bundan artıq qalacaqdır. Və tənasib qururam. 24 M bərabərdir. 32 M çıxılsın. 64'ü vururam 32'ye. Deməli 64 vurulsun 32 bölür 2048.
Sonra 32m'dən 24m çıxanda 8m bərabərdir 2048 və 2048-i bölürəm 8-ə, m buradan 256-ya bərabərdir. Deməli, burada həm A, həm də T 256 olubdur. Və artıq qalan maddənin, burada artıq qalan maddə hansıdır? Magneziumdur. Yəni ki, 64 qram artıq qalıb. Yəni kütləsi 256-dan 64-ə enibdir. Yəni artıq qalan maddəni və həmin maddənin kütləsi zamanası qrafikində biz müəyyən elədik. Düzdür, məsəl üçün burada sual veriblər ki, maqnezium və kükürdü hardan tapdım? Burada bizə kömək var. Yəni ki, kömək var həqiqətən. A-nın protonu 12-dir. Burada yazıb A və T-nin protonları eynidir. A deməli 12-dirsə, neytronu da deməli eyni olduğuna görə deməli onda protonla neytron cəmi axı ayrı verir. Yəni 24 kükürt də deməli burada S də, daha doğrusu burada T maddəsi 16 idi, proton 16-dır deyir, neytronla proton eynidir. Ondan o görə bu da deməli 32 olacaqdır protonla neytron cəmi. Yəni o baxımdan da buna yanaşmaq olar.